Hər kəsə salam olsun. Bugün sizlərlə etik davranış qaydalarının bax bu şəkildə infoqrafiyasına baxacağıq. Baxın, burada nə deyir? Deyilir ki, bax mərkəzi ideyamız nədir? Deyə qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsinin hüquqi mexanizmlərini müəyyən edir və qanunun məqsədi nədir? Dövlət orqanlarının nüfuzunu artırmaq, vətəndaşların etimadını yüksəltmək və korrupsiyanın qarşısını almaq. Bu bizim mərkəzi ideyamızdır. Daha sonra biz buradan digər hissələrinə baxsaq, məsələn, ümumi müddəalar, əhatə dairəsi, baxın, dövlət qulluqçusu olan bütün şəxslərə aid edilir. Xidməti davranış nə edir? Bu qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir və daxili qaydalara baxaq ki, qeyd olunur ki, dövlət orqanları bu qanuna zidd olmayan daxili etik normalar müəyyən edə bilər. Bu bizim birinci maddəmiz idi. Burada ikinci hissədə əsas etik davranışın prinsipləri idi. Nələr var? Baxın, tənqiddən çəkinmək var, vicdanlı davranış var, peşəkarlıq və fərdi məsuliyyət var, mədəni davranış var ki, burada da qeyd olunur ki, hər kəsə qarşı nəzakətli, səbirli və diqqətli olmaq və daha sonra burada xidmətin davranış qaydaları var. Baxın, bu etik davranış qaydalarıdır. Siyasi bir tərəfliyimiz var. Vəzifəmizi yerinə yetirərkən, yəni bir tərəf olmalıyıq. İctimai etimad var. Dövlət qulluğunun nüfuzunu möhkəmləndirmək, belə deyək, adını uca tutmaq və s. Dördüncü məhdudiyyətlər və qadağalardır. Burada baxın, qeyd olunur ki, hədiyyə qadağandır. Korrupsiyanın qarşısının alınması üçün bizə belə bir şey, yəni dövlət qulluqçularına təklif olunduqda onlardan imtina etməliyik. Maraqların toqquşması var. Şəxsi maraqları xidməti vəzifələrə ziddiyyət təşkil etməsinə yol verməmək, məlumatdan və əmlakdan istifadə. Burada 5-ci hissədə əmr və tapşırıqların icrasıdır. 6-cı hissə nəzarət mexanizmləridir. 7 məsuliyyət və intizam icraatıdır ki, burada intizam məsuliyyəti nəyə səbəb olur? Və bir də 8 var ki, imtahan üçün kritik fərqlər var. Məsələn, burada qeyd olunur ki, dövlət qulluqçusu elmi pedaqoji fəaliyyətlə bağlı çıxışlarında rəhbərliyi tənqid edə bilərlər və yaxud hədiyyə istisnası var ki, yəni 55 manata qədər olan hədiyyələri götürə bilərik və yaxud sadə qonaqpərvərlik halı. Bir də burada siyasi fəaliyyət var ki, yəni siyasi bir tərəfliyə əməl etməliyik və siyasi birliyə üzv ola bilərik. Baxın uşaqlar, bu şəkili əldə etmək üçün siz mənim WhatsApp və Telegram qruplarıma qoşula bilərsiniz. Yuxarı hissədə, YouTube kanalımın yuxarı hissəsində linklər var. Keçid edərək bu şəkili əldə edə bilərsiniz. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.